Salam değerli şagirdlər. Bugün 3 may Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən imtahan keçirilmişdi. Hal-hazırda mən 9-cu sinif imtahan suallarının izahını yerləşdirdim. İndi isə 11-ci sinifin suallarını yerləşdirəcəm. Əvvəlcə qrammatikanı yerləşdirirəm. Siz qrammatikanı belə deyim də yoxlayana qədər, sürətli bir şəkildə yoxlayana qədər mən mətnləri də oxuyub cavablarını hazırlayıb yerləşdirəcəm. Bildiyimiz kimi mətnləri oxumaq, o sualları işləmək, videonu çəkmək biraz vaxt apardığına görə səbirli olmağınızı xahiş edirəm. Kanala abunə olmağı da unutmayın. İndi isə başlayaq video izaha. Deməli belə, birinci qrammatika suallarından başlayaq. 5-də tabesi mürəkkəb cümlədə biz bilirik ki, bağlayıcılar, yəni qarşılaşdırma bağlayıcıları amma ancaq lakindir. B-də diqqət eləsək, küçədən qışqırıq səsi gəldi, amma heç kim əhəmiyyət vermədi. B variantı. 6-da hansı cümlədə frazeoloji birləşmə işlənməyib? A variantı bel bağlamaq, C-də söz vermək, D-də acığı tutmaq, Y-də yola düşmək. Bunlar hamısı məcazidir. B-də isə yoxdur. 6-da B variantı. 7-də hansı söz suala cavab vermir? Həqiqətən modal söz olduğuna görə köməkçi nitq hissəsidir və suala cavab vermir. Vergül ilə ayrılıb. 7C. 8-də fe'l əmr şəklindədir. E variantı. Mən oxuyum, sən oxu, o oxusun. Bu əmr şəklidir. Y variantı. Şagirdimiz burada D variantını yazıb. Malı məli burada vacibdir. 9-da fe'li birləşmələri seçin. Diqqət eləsək, burada əsas tərəfi, yəni ikinci tərəf fe'llə olmalıdır. Çiçəklər açılanda, çiçəklər açılmayanda diqqət eləsək. 2-ni götürdük. Sonra 5-ə baxaq. Kitab oxumaq, kitab oxumamaq. 6 yarpaqlar töküldükcə, tökülmədikcə. Yəni bir söz inkarda olursa o fe'ldir. 2, 5, 6, 9-da B variantı. Onda hansı sözlər isimdir? Stəkan isimdir. Gümüş qaşıq necə qaşıq? Sifətin sualına cavab versə də isimdir, sifətləşib. 3, 4. Bir də 5-ə baxaq, qaşıq. Burada isimdir. 3, 4, 5 B variantı. 11-də hansı variantda yalnız çoxaltma dərəcəsində olan sifətlər işlənmişdi? Xırda, xırdaca, cacə, yup, yumru. Yup, yumru, yamyaşıl. A variantı. 12-də qrammatik normaya uyğun deyir. Deməli, göydəki quşlar, bir dəqiqə, göydəki çöl quşlarının səsi 1, 5, 4. 1, 5, 4, 3. Çöl quşlarının səsi ətrafa yayılmışdı. 6, 2. 12-də B variantı. 13-də əksmənalı sözlər tox, ac, D variantı. 14-də qoşa yığılar tələffüzdə demək olar ki, dəyişmir. 14-də də, yəni söz kökündə təbii ki, söz kökündə qoşa yığıların tələffüzü dəyişmir. 14-də D. Belə, indi isə mətnləri işləyib izahını bir yarım saat ərzində yerləşdirəcəm.